Herkese salam kanalıma ve yeni vloga hoş geldiniz. Bu defa videomu tez montaj edip paylaştım ki üstünden yine 13 gün geçməsin. Temmuz sifarişlərim gəlmişdi, sizə göstərmək istədim. Bunu mən çoxdandır ki istəyirdim. Əslində ilk öncə mən gümüşü rəngi almışdım Rusiyadan, amma düşündüm ki gümüşüdənsə Temudan sifariş edərəm. Belə paslanmaz polotdan qızıl rəngi gələr. Çox xoşuma gəldi, qəşəng görsəndi. Bu süfrənə isə mən aşiq oldum. Çox qəşəngdir. O qədər gözəl materialı var idi ki, sadəcə mən bunu geri qaytarmalı oldum. Çünki ölçüsü mənim stoluma uyğun gəlmədi. Bu crunch deyin isə mən Wi-Fi-nin üzərinə almışdım. Əslində shorts olaraq bunu mən paylaşmışdım. Yəqin ki izləmiş olarsınız. Yenə də dedim izləməmiş olarsınızsa əgər burada da paylaşın. Bəlkə kiməsə fikir olar almaq istəyirsiniz. Sadəcə bilmirəm, satıcıda bu bitmişdi artıq stokda, amma eyni satıcıda bunun eynisi var idi. İstəsəniz yazarsınız mənə, sizə bunun linkini atarım. Əgər qalıbsa təbii ki yenə də baxaram. Quraşdırılması falan da çox rahat idi, çox asan idi. Yəni uşaq belə yığa bilər düşünürəm. Püre bişirirəm. Dedim bu dəfə belə fərqli bir şey eləyim. Ədviyyatlı falan bişirim. Keşniş falan var. Onu heç əlavə eləməmişdim. Keşniş qurusu. Amma bu dəfə dedim eləyək, görək. Soğanları iri-iri kəsmişəm. Amma ki əzəndə bunun hamısı olur xəşil. Bunu xırda-xırda eləməyin bir mənası yoxdur. Əzəndə onun hamısı əzilir. Belə. Yıldırım çaxır çöldə, dəhşət. Aynamın vəziyyəti heç yaxşı deyil. Yağış o qədər yağır ki, ona görə hələ ki mən heç bir şey eləmirəm. Mən soyuğun adamıyam. Ümumiyyətlə payız, qış mənim fəsillərimdə ən sevdiyim fəsillərdir. O ki yaz gəlir, dalınla yay gəlir. İnanın ki elə bilin ki Titanik batan kimi mənim gəmim batır. Heç sevmirəm nə yazı, nə yayı. İstilər mənlik deyil. Baxmayaraq ki yay ayında anadan olmuşam, amma nədənsə heç yayı sevə bilmirəm. Mənimki soyuqdur. Mən hər zaman kartoşka püresini bişirəndə bax belə biraz sulu saxlayıram. Sonra isə belə əzirəm, qəşəng qarışır və yumşaq püre alınır. Bir də südlü püre olur. Onu da istəyirəm bir dəfə yoxlayım, görüm nədadır. Əslində indi istəyirdim südü töküm, sadəcə yadımdan çıxdı, su tökdüm. Deyəcəksiniz ki, nəyə lazım idi ki, Wi-Fi da durur orada, amma bizdə mənim oğlum çıxır həmişə Wi-Fi orada dağıdır, düşürür yerə. Ona görə düşündüm ki, bunu açsam onun üzərinə elə bilər ki, şkafdır və qurdalanmaz. Həqiqətən də elə oldu. Heç ümumiyyətlə Wi-Fi-nin olduğu yeri belə unutdu ki, hardaydı. Sadəcə biraz gəldi, baxdı və sonra artıq bezdi. Salona getməyəni mən nəhayət ki mənim dizmə salonun qapısı açıldı. Saç baxımına getmişdim və eyni zamanda da Koreya çolkası kəstirdim. Həqiqətən də çox gözəl görsənirdi. Mənə çox yaraşdı. Sizə Temudan sifarişlərimi göstərim. Baxın, belə bir şey sifariş etmişəm. İzləyicilərim yazdı ki, bəs bunlar tez xarab olur. Yəni bizdə o adi satılanlar. Ona görə mən də Temuda bunu gördüm. Burada podstavkası da var. Hansı ki qoyursan su falan içinə axır. Birlikdə test edərik. Bunun əslində shorts videosunu çəkmək istəyirəm. Çünki həqiqətən də çox faydalı bir şeydir. Hamama yapışdırırsan, elə bir ki topçukalarınızı taxırsınız. Divara sökməyə ehtiyac yoxdur. Bir daha qardirob üçün aldım bunu, kepkaları atmaq üçün. Əslində mənə bir dənəsi bəs edirdi. Sadəcə birinin qiyməti 1 manat neçə qəpik idi. Bu isə deməli ikisi bir yerdə 1 manat neçə qəpiyə düşmüşdü. Ona görə düşündüm ki, elə qoy olsun. Bazarlıq üçün hər zaman biz rahat marketə gedirik yoldaşımla və orada bunu gördüm. Çox xoşuma gəldi. Qiyməti isə 2 manat 50 qəpik idi. Bazarlıqdan qayıtdıq evə, yeməyimizi yedik və dedim gəlin ailə içi oturaq, alma yeyək. Əslində qəşəng servis eləyə bilərdim, sadəcə hoqqa vermək istəmədim. Dedim onsuz da qarnımıza düz gedəcək. Səhəri gündən hər kəsə salam. Biz bağçadan sonra birbaşa parka gəldik. Dedim uşaqlar biraz oynasınlar, ondan sonra qayıdarıq evə. Hardasa bir yarım saatdan çox qaldıq, hava soyuyana qədər və getdik evə. Məni çəkərkən qulpu əlimdə qaldı. Yaxşı ki, yoldaşım evdə idi. Birdən bunu açdı, qəşəng. Biraz dərindən buralar da biraz çirkləndi. Elə dedim, kakraz bura çirklənmiş, təmizləyək. Ərindiyimdən eşəyə dayı deyib gedib yerdən olan ştativimi gətirmədim. Qoydum stol üstünə balaca ştativi və güya indi sizin üçün yaxşı normal bir çəkiliş edəcəkdim. O da heç qəşəng düşmədi. Bir bucağı görsəndi, ümumi tutmuçuqa görsənmədi, amma eybi yox. Əsas odur ki, nəsə bir şey çəkdim və sizin üçün göstərə bildim. Düşünürəm sizə də motivasiya olar, siz də tutmuçuqalarınızı belə təmizləyərsiniz. Düşünürəm səliqəlidir, buradan o tərəfə səliqəli ola bilməzdi. Yəni bacardığım qədər səliqəli eləməyə çalışdım. Bura niyə belə çox açıq rəngdə çəkir? Hə, düzəldi.
Və keçirik əsas məsələyə. Burada isə bizdən başqa hər şey var. Demək olar ki, bütün Elenobanın dərmanı, nə bilim bel bankası falan, nə bilim sonra o kobra yoxsa canavar idi, nə idi o bel ağrıyanda belə yapışdırırsan, baxın. Ona kimi hər şey var burada. Əslində deyim ki, lap belə çox dərmanlarımız yoxdur. Əsas baş ağrısıdır, bel ağrısıdır, nə bilim diş ağrısıdır falan. Baxın belə bir dərmanlardır. Mən çox elə dərmanlara pul verməyi sevmirəm. İnanmıram onların köməyinə. Məsələn, qrip olanda belə əslində mən dərman falan eləmirəm. Bu dəfə amma xəstələnəndə ümumiyyətlə heç bir şey eləmədim. Uzun çəkdi biraz. Daha doğrusu özümü qorumadım deyə biraz uzun çəkdi. Beynim falan tutulmuşdu amma indi şükür yaxşıyam. Nəsə bugün bu video montaj edəndə özümü bir ayrı bir rahat, yaxşı hiss edirəm. Ona görə dedim ki, bu videonu mütləq montaj edib paylaşmalıyam. Düşünürəm buranın yeri ilə baxın budur. Qəşəng həm əlimin altında olar. Yəni istifadə etdiyim bunlar məsələn bir dəfə balkonda istifadə edirəm, atıram. Sonra burada əlcəklərim var. Bunlar təmizlik dəsmalları və bu da pol silmək üçün belə düşünürəm. Əsl yeri buranın budur. Buraya yerləşdirdim. Aşağıda paraşokum var. Burada isə bunları qoydum. Əslində istəyərdim bura girsin, amma ki girmədi. Ölçüləri düzgün gəlmədi deyə ona görə buraya bunun üstünə qoydum. Bu da belə. Keçən dəfə mən buraları boş qoymuşdum. Əslində bunu da doldurmalıydım. Həmin vloqa salmalıydım. Sadəcə düşündüm ki, gələn vloqa əlavə eləyərəm. Bura isə çantalarımı yığmaq istəyirəm. Düşündüm ki, bura çantaların yeri deyil. Bura paltar falan asmaq olar. Ona görə düşündüm ən gözəl variant bunları keçirdim qardiroba. Burada nəyi var? Əziyyət çəkdi bunu asmaqdan ötürü özüm ağırlıqdaydı bu çantalar. Gördüyünüz bu şkafa yığdıqlarım A-klass çantalarım idi. Bəzərini çıxmaq şərti ilə. Asılqana isə sadə çantalar yığdım. Və bu da belə. Çantaların arxasındakı heç görsənmir, amma əsas odur bilirəm ki, hansı çantalar var burada gündəlikdə istifadə etməyəm. Nəysə bir xanım demişdi ki, çantalarınızı göstərərsiniz. Mən də belə yüngülvari indi bunları gördünüz. Yəqin ki, bildiniz nə cürdülər. Bir də burada var. Buradakılar da məsələn belə bir yay çantasıdır. Bunu Trendyoldan sifariş etmişdim. Bunu Binədən almışdım. A-klassdır. İkisi də qəşəngdir də, yay rəngləridir deyə xoşuma gəldi, aldım bu rəngi. Cinsinə falan qəşəng gedər. Sonra bunu Temudan sifariş etmişdim. Belə bardo rəngdə sumkadır. Sonra bunu buralardan hardansa almışdım. Çox qəşəngdir, zənciri də var. Belə bir çantam var. Qışda götürürəm bunu. Əsasən şuba ilə geyinirəm. Sonra yaşıldır. Sonra burada beləsi var, rəngli. Burada kaşlyoklarımdır. Arxada nəsə var? Arxasında heç bir şey yoxdur. Sonra belə bir çantam var. Sonra sarı rəngdə var. Çəhrayı rəngdə. Bunların arxasında da nəsə olmalıydı. Səhv eləmirəmsə. Sonra Trendyoldan almışdım belə bir çantam var. Bunun arxasında da klaçlardır. Sonra bunu mama almışdı mənə. Hədiyyədir. Bu da çox qəşəngdir və burada da arxada belə klaç var. Nəysə də o üçün gördünüz çantalarımı. Belə. Hələ nə qədər çantalarım var idi, onları isə yığışdırmışam. Bura isə buxurlarımı qoydum. Dedim ki, bura bunun yeri də əs. Qabı biraz iri olsaydı daha qəşəng görsənərdi düşünürəm, amma belə də pis deyil. Qarışıq görsənir, amma eyb yox olsun. Buralara orqanayzer almaq istəyirəm. Bir də buralara da almaq istəyərdim, belə şax bir şey alardım. Bunlara orqanayzer almışam, paltarlar tozlanmasın deyə. İndi hal-hazırda yoldadır, gəlir. Temudan aldığım 2 ədəd belə bir asılqanlar var. Sırf belə kepkalar üçündür. Belə qəşəng görsənəcəkdir. Qızımın uşaq vaxtının kepkalarıdır. Nədənsə atmağa əlim gəlmədi. Çox bəyənirdim bunları. Ona görə düşündüm elə bunları da belə qoyaram burada. Qəşəng durar. Yoldaşımın kepkalarıdır. Bir də mənim kepkam. Всё. Əla. Burada qəşəng görsənmədi. Ona görə buradan astım. Nə vaxtsa buranı istəyirəm. Şkaf yığdıram ta yuxarıya qədər. Sadəcə indi hal-hazırda manigok. Bir də bunları da mən kəstirmişdim yoldaşıma. Bunlardan isə polka eləmək istəyirəm. Sadəcə bilmirəm hara eləyəcəm. Yəni boş-boş kəstirdim, orada durur. Bu polkalar əslində belə olmalıydı. Yerdən şkafdır bu. Mən sadəcə bunu özümdən Amerika kəşf edib dedim ki, bunu bir vertikal qoyacağam və ortada gələn bu polka ki var, onu ortadan kəsək və belə bir şey ərsəyə gətirim. Yoldaşım aşmasın deyə hətta buradan bunu bərkitdi də. Bu ağ mebellə bunu bir-birinə belə mismarladı. Düşünürəm əsl qardirob görünüşüdür. Yəni buradan o tərəfə yoxdur.
şnur sallanırdı. Bunu yoldaşım buradan belə çəkdi, qəşəng yapışdırdı kleylə. Bir də burada da biri sallanırdı. Onu da belə gətirdi, buradan belə saldı. Qəşəng biz bunları da dəyişdik. Bu qulpu dəyişdik. Bunları isə yoldaşım rənglətdirdi. Sadəcə bir dənə bunun rəngi xoşuma gəlmədi. Bunlardan seçilir. O da düşünürəm yoldaşım aerozol aldı, gətirdi. Onu da istəyirəm aerozolla belə çıxardarıq. Aerozolla həll eləyərəm olar. Qəşəng. İçində çox qəşəng bir şey var, çox maraqlı bir şey var. Düşünürəm hər kəs bəyənəcəkdir bunu, amma hələ ki açmıram. Çoxdan sifariş etmişəm, hələ də açmamışam və biz bunu dəyişirik axır ki. Yerinə başqasını sifariş etmişdik. Yoldaşımın tanışı olan bizim ustaya sifariş verdik. O bizim üçün düzəldəcəkdi. Bura qəşəng bir ağ rəngdə sadə şkaf sifariş etdirdik. Və bunu da istəyirəm həmin orada yoxlayım. Bir ədəd sifariş etmişəm. İnşallah ki bəyənsəm bir dənə də sifariş edəcəm ya da 2 dənə, bir dəfəliklə 2 dənə sifariş edərəm, 3 ədəd olarlar. Çox qəşəng bir şeydir. Kanalıma abunə olun mütləq. Sizinlə birlikdə bunu açarıq, yoxlayarıq. Düşünürəm hər kəsə faydalı olacaq. Belə sehirli kimi bir şeydir. Həqiqətən də çox qəşəng görsənir. Sizlərə də faydalı olacaq. Kanalıma abunə olun. İnşallah gələn vloglarda görüşərik. Hələlik. Burada zibilimi görə bilərsiniz. Bu zibili qoymuşam bura ki, aparım atım. Butulkanı da ayrı qoyuram həmişə. Çünki bunu yenidən deyəsən istisala verirlər. Ona görə oradadır. Tapçıqalarım da mənə gözləyir ki, geyinim bunları aparım atım.